Ramiz, sənin doğum günündür bugün. Gəlmişik hara? Heydər Əliyevin Mərkəzinə. Heydər Əliyev mərkəzinə. evdəkilərini göstərmək. Küləklidir yaman. Maraqlı gəlir sənə Ramiz. İndi içəri də girəcək. Şimdi biz gedirik Ramiz. Burada bilet satışı var da. Bilet almağa. Kassa bax burada görsən yazılıb orada. Ticket office. Bilet kassa. Gördün mü onu? O yazını. Buradan elə bir ki giririk. Gəl. Və sən bax burada köhnə avtomobillər də var aşağıda. Klassik var aşağı çəkilmə. Ay, Mercedes beləcəkdi. Nə maşınıdır? Buradan. Ha, buradan gəl. Buradan girib indi bilet alacaq da. Biz burada görsən bilet yeri var. Biletimiz. Şimdi biz buradan giriş eləyəcək. Burada. Görsən, hamısı burada bax. Görünəcək maraqlıdır. Azərbaycan bayrağı rəngində. Ora bax, necə eləyir. O uçurda rəqs eləyir. Uçan şallar deyirlər də buna. Görsən, Azərbaycan bayrağı rəngində. Ha? Ha, o oradan çəkir də. O elə bir ki, havadır. Burada buna bax, karkadana bax. Sağ gel. Bura bax hələ. Bu da maraqlıdır da. Görsən Ramiz. İndi biz hamısına qalxacaq yavaş-yavaş. Oba. Ən qədim maşınlardan. Uzundur ki bu. Əlbəttə. Görsən qədimdən öncə olur. Qədimdə əla olur, bax. Aa. Maşına bax. Burada nə olur? Qapılar da. Açılır da, üstü açılır ama. Bax, orada arkada adam da otura bilərmiş. Görsən necə? Turist gəzdirmək üçün şey imişlər. Maşın. Oradan. Qədimdə bilənçi imiş də onda. Ola bilər bəlkə də. Qədimdə bilənçi idi də, minibüs idi. İndiki minibüslər şey fərqlidir. Elə bunun qabağına baxaq. Görək də burada yazılıb da. Maşınlar. Qədim, artıq 177 kiloqram. 1929. Adı nədir bunun? Adı yazılıb da orada. Packard. Bax. Gələcəyimdə bundan alacağım özüm. Əladır ya. Neçə mat olub deyə bu? Çox maraqlıdır. Elə buradakı adama baxır Ramiz. Gör necə yazıblar bunu. Sən də uzana gedib bu boyda olacaqsan. Gəl bunu boyda olacaqsan sən də. Bu nədir o? Nə boydası? Məncə 25 futdur da. Görsən necə. Sən görsən nədən düzəldiblər Ramiz? Artıq dəmirlərdən düzəldiblər. Nə boydadır. Yəni sındırıblar, əyiblər. Buradan da çöl də belə görsənir. Günü çox maraqlıdır bu. Gedək indi istəyirsən buradan keçək şeyə. Prezidentimiz, ulu öndərimiz Heydər Əliyev var idi. O Heydər Əliyevin bütün maşınları. Baxmaq istəyirsən onlara? Gedək ora. Bigimota bax salıblar. Kişi əqqabsına bunu salıblar. O da qadın əqqabsına da bu fili. Gedək buradan aşağı.
Muzey, müziği. Bu İngiliz'den geldi. İngiliz'den vermişler. Bu. Nə? İran başlı qadın. Xalçaya bax, maraqlı xalçada. Görsən necə toxuyublar bu xalçanı da. Elə ki tökülür, təzədən şey olunur da. Çox maraqlıdır. Oh, Baharamiz prezidentimizin maşınlarına bax. Ha, hamısı da oldu. Bax, birincisi o olub. Bax yazılıb. Ən birincisi o diye arkada. Ha. Görsən 4 dənə maşını var. Hələ bir bax bu köhnə şəxsotdur da 600 yəni S-Class. Prezident elə bir ki, bax burada oturub. Bax burada bax. Gəl görsən. Bax bu maşınıdır. Heydər Əliyevin bu maşınıdır. Elə bir ki, Mercedes-Benz 600 sel. Özə bax gör necədir. Da. Üzbəüzdür oturmaq üçün. Bir şeyin koymak için şey. Görsən necə? Ona necə saxlayıblar. Ama en yakını o diye. Ondan sonra görsən 98-ci ildə 98-ci ildə bu olub. Beyançı. Ha, Beyançı. ha. Bu da bax. Bu da hamısı S-Class da köhnə S-Classlardır. 600 neydi? O da 600'dür, bu da 600'dür. Burada görsən necə 92-ci ildə. Burada 92-ci ildə oturduğu maşındır. Görsən. Bu uzun olur, hem de görürsən ki motoru çok uzundur. 2 qapı olub da. İki qapılı değil, 4 qapılı. Ha da yəni ki 4 qapılı onu demək istəyirəm. Bax bu Çayka. Dəhşətdir ikisi də. Zil. Bunlar yaralar diye. Böyle bir ki zil 31 bura bax. Allah. Əsl qədəmin maşını diye. Glas. Ha, bax bu Çayka. Əvvəllər lap Sovet vaxtında qoydu. Super maşınlar. O zaman əla maşın. Bax. Görsən. Sunkalar yaman. Yarmasın sunkalar oturacak nədir? Ha. Ayaq qoymaq üçün də var. Dayalan şunu. Super. Güzel gedər bu. Bu məncə az olur. Sürtü var orada. Görsən də çox girmə. Çok гарантия. Yox, bax. Механик dedi. Ha. Mexanikadır bax. Hadə bax bu da prezident özü İlham Əliyevdir. Görsən bu bunun əvvəlki lap maşını olub. 69-cu ildə. 69-cu ildəki maşındır. 1969 deyirlər. Hə, onda 1959-a yaranıb, 1981-də şey olub bura, müzəyə qoyulub. Prezidentimiz özü də burada olub. Onun qabaqdakı faralarına bax, hala işıqları şeyinə. Süperdir ya. Bu nədir bunun şeyində? Belə ki o zərbəyə zədə davamlıdır da, zərbə vurulsa, ora nömrə yerilir. O maşındır. O bu da sənə deyim süperdir ha. Əsas əyalası bu deyə. Bu da qəşəngdir çox. Keç. Yavaş. Sorry. Görsən necədir? Bu neçənci ildə? Zil 414. Amma bu maşın xoşuma gəldi ən çox. Bu məncə Mercedes olur. Görsən de bax o maşındır bax. Maşın orada var. Bu neçə? Hə, 82-ci illərdə. 82-də. Gəl baxaq bunun içinə. Təkərlərin ona bir qəşəng qalıb. 4 dənə maşın var. İndi Bax, içinə bax, ha sən. Lux. Oy, yerinin xalçasına Qorucular bax. burada olur. Qorucular burada olur. Orada qabaqda qoyulmuş yoxdur. Heydər Əliyevin oğlu burada oturur. Heydər Əliyevin özü burada oturur. Ya da yer dəyişəcək. Allah. Qəşəng. İndi deyək ki bizim Plastardan gətirib düzdürsən. Qoyacaqlar burada.
İndi də gedək əsas muzeyin əsas hissəsinə, yuxarı mərtəbələrinə. 4 mərtəbədir deyəsən. İndi gedək orada eləyərik. Bana çox qəşəngdir də, yəni burada da görsən. İndi orayla gedəcək pilləkənlərini. Görünüzü düzəldiblər, pilləkənlərə baxmamız. Ha, böyle. İndi oradan qalxacaq. Hələ gəl bura baxaq. Burada görürsən götürüblər, yaxşı bir dənə maşın var idi. Burada dəmirdən düzəltmə maşın. İndi hələ ki ancaq heyvanları eləyiblər, qoyublar. Ha, yox, götürüblər. Burada da qəşəng maşın var idi. Bu nə o? Avtobus. Oo. Belə iki avtobus var. Burada ancaq heyvanlara, burada qapalar maşın var idi. Dəmirdən düzəltmiş maşın. İndi yoxdur da, yəqin yığışdırıblar. Ancaq heyvanlarla bağlıdır bura, bu hissə. Görək, arxada var nəsə. Ha, burada o. Güclü ki, ağırlı rəssammış. Ha, da, əlbəttə, oy. Ama bu şiiri gösteren böyle ülke biraz AI ile düzenlenip biraz okşuyor da. Bu donşandı, yiğit donşan değil. Neyse bir İndi qalxaq yuxarı. Həyatda olan Bəkir bu da. İndi bu pilləkənlə yavaş-yavaş biz də qalxacaq yuxarı. Hansına? bu olan budur, kadın ise donşandı da heyvanları çəkməyə gəldi. Sağ ol. Şarkədən vaxt. Gedək sən indi qabaqdan get pilləkənlə. Mən də sana arxanca gələrəm. Görsən yaxşı maraqlıdır pilləkənləri. Ha. Burada da elə bir ki idman nailiyyətlərini göstərirlər də. Orada bir dənə Amir. Ha, çox. 8 dənə. Ha. 9 mərtəbəsi çoxdur. Ancaq muzeylər var buradan da. Burası canına yazılmadı hə? Yox. Bax iplərdən Azərbaycan xəritəsini düzəldiblər. Bax. Görsən? Görsən necə şeydir? Aslında bu ip değil, demir. İp değil. Ama birleşiyor. İpdən də var, görsən yuxarısında da, aşağısında da. Tam elə bir ki Azərbaycan xəritəsidir. Bəs bunu kəssən nə olar birini? O da gəlmədi. Ne kəmən Elə bu? Bax bu getmiş deyə sənin Qobustana. Bax bu oradır. Qədim insanların da yaşaması. Şuşaya da getmişdik səninlə. Orada Şuşanın şəklidir. Ya. Orada rus dilində yazılıb da Şuşa. Gəl. Bax Ramiz. Görsən, bax burada bizim qədim geyimlərdir. Zakatala geyimi. Görsən, Şirvanda bax belə qabaqlar bizdə də qadınlar belə geyiniblər.
Görsən necə qəşəng paltarlar olur. Bu da bizim qədim xalçalardır. Kovriklərdir də. Görsən necə? Çox qədim xalçalardır ha bunlar. Bu qədim zamanlarda görsən Qobustan ərazisində. Sən məni gəzdirirsən. Ay sağ ol. Görsən qədim zamanlardan tapılan daşlardır bunlar. O hansı? O yekə heyvan. Ay o vaxtda heyvan oldu, nəsə öküz kimi şeydi görsən. Yekə öküz idi. Burada hamısı burada. Ha. Ha? Gələnlər belə şey var. Ha, Ancaq insanlar çəkirlər. ha. Görsən necədir bunlar Ramiz? Əvvəlki nəsə bunlar əşyalardır da tapılıb neçə il əvvəllər. Görsən 9-cu, 13-cü əsr. Belə şeylər istifadə edirmişlər. O da günə qəşəng geyimdir. Qəşəng oğlan paltarı. Xoşuma gəlir. Uşaq paltarıdır. Sən necə silahlar olur. Tapanca xoşuma gəldi. Bu uzun silahdır. Neçəymiş bu? Uzunluğu 141 santimetr. Vay idi. Neçə? 141 santimetr. Necə iki dənə pişik qoydu. Burada da var belə şeylər. Kəmərdir bu. Orada qılınclar, xəncərlər. Onda qədim döyüşlər var idi də. Nasıl şey oldu? Krallar oldu. Onda qədim prezidentləri idi. Ondan sonra şey oldu. Şahlar da. Ha. Hansı alətin yanına qalsa öz-özünə çalır. Gəl başla oradan. Dayan orada. Ha. Görsən ha? Keç ora. Qəşəng. İndi bu tardır. Görək bu qoş. Ramiz. Gəl ortada dayan. Dayan orada. Ha elə qoşan ağara gedir elə. Görsən? O kamançaydı, ha, o qabaldı, indi keç tara. Ya, xoşuma gələn babamız budur. Burada görsən üstündə nə yazılıb, orada ərəb dilində Allahla ortadan Muhammed yazılıb. Bu da başqa şeydir bə. Mənim belə bir başqa cür şeyim var idi. Onu sındırmışdım. Can sağ olsun. Sarı gəlindir də məşhur.
Kanun gedir də abi. Ha, qanun. Bura bizim milli geyimlər. Əsas mandalları qurum. Aa, dəri ağacdan mı? Dəri. Ağac. Sonra qədim quram. Son neçənci əsrdadır? 18-ci əsrdə. Burada da var. Beləcə quram. Beləcə quran kitabı. Bu 19-cu əsrindir. Qədimlərdə ölən şeydir. İndi qalxaq yuxarı mərtəbələrə. Hə, buradan dön, gəl bura Ramiz. Bura gəl. Qədim dövrlərdə musiqi alətləridir də bizim elə bil ki, öz qədim musiqi alətlərimizdir. Görürsən? Bax, qabal daşı. Qobustanda da var idi, bunlar fərqli səs çıxardır da. Bunlar da burada bizim hamısı qədim musiqi alətləridir. Görürsən? Qabaq dəridən heyvanların dərisindən düzəldirmişlər də bunları. Qabalları, nağaraları. Görürsən, burada elə muğam otağı da var. Baxaq ora. Muğam da bilirsən də bizim ən qədim elə bil ki, otlu qulaq asırlar. Burada görsən Art Deco. Kuklalardan bizim şeyimizi göstəriblər də. Görürsən bunu oynayır. Tək Azərbaycan nağılları deyil də, dünya ölkələrinin nağıllarının elə bil ki, qəhrəmanların bura yığırlar da. Görsən buralara bax. Görsən. Ya bax, bunlara sən görmüsən? Filmləri falanları olub da bunların. Elə bil ki, bəzi qədim adamların köhnə, onların kukla formasında düzəldiblər bunları. Bu burası şeytana bu. Gəl, var Ramiz.
Taxta bu. Gəlini oturduruqlar. Məsələn necə? Bunlar yadıma düşür, hansı kinolardandır. Əsas Rus. Əsasən də Rus kinolarından, multfilmlərindən. Türklərlə Qazaxstanlar da əsas. İngiliz aslında bir tek şey. Gör. Ölçü vereceğim. Baxırıq da. İndi hamı da bu xalça. Görünür gözəl xalçalar. Bu xalçaların üstündə həmişə elə bir ki, hadisədə, döyüşlər, elə bir ki, o indi görsən telefondan, falandan, internetdən mesaj göndərirlər də, yəni xəbər. Amma o xalçaların üzərində belə tarixi göstərilmişlər. İndi yuxarıdan nə döyüşlər olur, necə olur. Belə bir-birlərinə şey deyiblər deyə döyüş başladılar. Aşağı gedirsən, hamısı da döyüşür. Sağ ol. Bura bax, görünür gözəl. Allah xalçalar var. İndi ola bilər. Yox, onlar da. Qədimdə tank yox idi də. Yox, indi tanklar yox idi deyə qədimdə başqa şey idi də. Görünür gözəl xalçalar. Bax. Bax. Hamısı bunlar hər hansı bir mesaj verilmiş də, yəni bilirsən, elə belə sadəcə quşlar deyil də, yəni təbiəti göstərilmiş, canlanmanı filanı, yəni çox maraqlıdır. Bu Şəki Şirvan xanlığının, məsələn, oturub baxa bilirsən. Gel. O ki Legolardı da elə bir Lego kimi düzəldiblər. Çox maraqlı xalçalar var. Görsən orada yazıb da History of Azerbaijan through carpet notes. Not ilmələrdir də yəni. Anne şuna Ha, indi yuxarı getməliyik. Belə rəsm əsərləri. Burada da belə rəsm əsərləridir. Buna bax, yox gedib harada oturub çay içir. Düz Qız Qalasının yanında. Bura bax. Bu da 6-cı mərtəbəsidir də. Burada daha çox görə burada nə olur? Burada əsasən yazılar olmalıydı. Yenə də rəsm əsərləridir də. Bilirsən necədir? Həm də bunlar dəyişirlər. 6 aydan bir buradakı muzeydə axı sərgi. Məsələn, əvvəl burada qədim kitablar var idi, yazılar var idi. İndi уже öz dəyişiblər. Gəl. Bu qədər.
Ha, o qəşəng. Bu buradan da çıxdı. Bura kongres zalıdır. Hə. Böyle konsertlər falanlar edilir. Gedək maşınımıza. Sonra gedək. Gedirik. Gedək görək skuter sürə biləcəksən. Qəşəng. McDonald's. Burgeri də yeyək. Gedək biraz bacı dediklərini alaq. Sonra gedək evimizə, axşama pasta. Bugün necə oldu? Xoşuma gəldik. Böyük oğlan olasan, təbrik edirəm. Bütün dostlarım da sənə təbrik edəcək.